Herkese salam. Mən bu videoda bugünkü buraxılış imtahanının Azərbaycan dili fənnindən qrammatika suallarının düzgün cavablarını deyəcəm. Sürətli şəkildə deyəcəm cavabları. Deməli 31-də cavabımız C-dir. Deməli burada da 1-də, yəni ismi müxtəlif hallarında olan əvəzliklər həm də ismə əvəz etmişdir deyir. 1-də bir mən var, bir də onun var. Deməli biri adlı haldır, biri yəli haldır. Hər ikisi də ismə əvəz eləyib. 4-də indi Ziba hər axşam onun yanına gəlir. Kimin yanına? Yəli haldır və ismə əvəz eləyib və ona bir çox şeylər danışıb. Yəni bu da olsun yönlü hal və yenə ismə əvəz eləyib 1 4. 5-də də ki, təkcə mən deyiləm hüsnünə mail, mən, kim, deməli adlı haldadır, ismə əvəz eləyib. Bir də sənə. Göz dikibdir tamam Qarabağ sənə. Deməli burada da yönlü haldadır və yenə ismə əvəz eləyib. Ona görə cavabımız olacaq C variantı. 32. Deməli 32-də cavabımız səhv etmirəmsə Y variantı idi. İndi yenə baxaq. Deməli müqayisə cədvəlinə əsasən yanlış fikirləri müəyyən edin. Deməli gizlədim və düşünək sözləri verilib bizdə. Gizlədim sözü iki cür düşünülə bilər. Bir var mən gizlədim nə isə. Bir də var mən kiməsə gizlədim, yəni gizlətmək kimi. Mən gizlədim deyəndə sözün kökü gizlə olacaq. Di qrammatik, m qrammatik, iki qrammatik kimi. Gizlət kimi düşünsə isə gizlə kök t leksik im qrammatik kimi. Yəni bir dəfə iki qrammatik kimi, bir dəfə bir leksik bir qrammatik kimi düşünə bilərik. Yəni o cəhətdən bir artıq yanlış olur burada. Kökü və başlanğıc forması fərqli indiksiyasına aiddir. Bunu hər iki halda düşünsək, bir dəfə kök, yəni hər iki halda kök gizlə olacaq. Başlanğıc forması bir dəfə gizlə, bir dəfə isə gizlət olacaq. Yəni hər iki halda başlanğıc forması eyni indiksiyasıdır, kökü də eyni indiksiyasıdır, yəni feildir. Ona görə 2 də yanlışdır, 2-ni də götürürəm. Sonra 3-ə baxaq. Yalnız sadə feil kimi düşünmək olur. Bəli, düşünək sözünü biz arzu və əmr şəklində düşünürük və hər bir halda da o sadə feil kimi sayılır. Ona görə də yəni artıq 3 doğrudur. Düşüncə sözü ilə eyni köklüdür. Xeyr, bu yanlışdır. Çünki eyni köklülükdə mütləq sözün tərkibində leksik şəkilçi olmalıdır. Düşünək sözündə isə leksik şəkilçi yoxdur. Ona görə də 4 artıq yanlış olacaq. 5-ə baxaq. Tərkibinə görə təhlili iki cür düşünülə bilər. Bəli, düşünək sözü arzu şəkli kimi götürsək 2 qrammatik, əmr şəkli kimi götürsək 1 qrammatik olacaq. Gizlədim isə bayaq qeyd etdim. Feilin iki şəklində düşünmək mümkündür. Bəli, düşünək arzu və əmr, gizlədim isə əmr və xəbər şəklində düşünülə bilər. Ona görə 6 doğrudur. Deməli 33. Uyğunluğu müəyyən edin. Deməli burada bizim cavabımız olacaq B variantı. Baş üzvləri feillə ifadə olunan cümlə 1-də olacaq A variantı. İşləyənlər həmişə lazımıca mükafatlandırılırlar. Mükafatlandırılırlar xəbər, kim işləyənlər? Həm mübtəda, həm xəbər feillə ifadə olunub. Ona görə 1-ə A. Deməli 2-də C. Baş üzvləri söz birləşməsilə ifadə olunan cümlədir. Bədən dili davranışla idarə olunan ünsiyyət növüdür. Baxın, nədir? Ünsiyyət növüdür xəbər, nə bədən dili. Hər ikisi də ismi birləşmədir. Yəni hər iki baş üzv ismi birləşmədir. 2C. 3-də D. Baş üzvlərdən yalnız birinin iştirak etdiyi cümlə. Hamının sevindiyindən qol qanad açdığı gün idi. Nə idi? Günü idi xəbər. Necə günü idi? Hamının sevindiyindən qol qanad açdığı. Bu da təyin. Yəni baş üzvlərdən yalnız xəbər var burada. Mübtəda yoxdur. Ona görə 3-ə gedəcək D. Bir də Y olacaq. Başqasına aid olan işə qarışmazlar. Qarışmazlar xəbər, nəyə, başqasına işə, hansı işə başqasına aid olan. Yəni ki, burada da mübtəda yoxdur. Ona görə də yalnız biri iştirak edib. Ona görə cavabımız olacaq B variantı. Deməli 34. Nümunəyə əsasən doğru fikirləri müəyyən edin. Deməli burada da cavabımız 1, 2 və 4, yəni B variantı olacaq. Birdə ilk sözün həm sinonimi, həm antonimi var. Bəli, müasir sözünün həm antonimi olsun qədim, sinonimi də olsun yeni və yaxud da çağdaş. 2-də tünd qərarla yazılmış ifadə mürəkkəb feildir. Bəli, sərf etmək mürəkkəbdir. Sifətin çoxaltma dərəcəsinə aid 2 söz var. Burada sifətin çoxaltması yalnız bircə dənə çox faydalı sözüdür. Başqa sifətlərə baxsam müasir adidir, professional adi. Başqa sifətimiz də ki, yoxdur. Deməli, 3 yanlışdır. 4. Peşəkar sözünün sinonimi bəli var, professional. Bani bir şeyin əsasını qoyan bu doğrudur, ancaq təqlid edən deyil. Ona görə də səhvdir. 1, 2, 4 olacaq yəni bizim cavabımız. 35. Ədat işlənmiş cümlələr. Burada da cavabımız olacaq 1, 4 və 6, yəni A variantı. Deməli, qoysana həyatdan biraz zövq alın. Bəli, burada bir qoysana var. Cəsarət də, sədaqət də bu bağlayıcıdır. Bu həkim həftənin tək günləri işləyir. Burada ümumiyyətlə yoxdur. Bu iş ki, sənə ki var burada qüvvətləndirici ədat. O heç vaxt artıq söz danışmazdı. Burada yoxdur. Bir də bəli, vaxtında gəlmirsən. Bəli, bizim burada təsdiq inkar ədatımız var. 1, 4, 6, yəni A variantı. Deməli, 36. Nümunələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, burada cavabımız 1, 3 və 5, yəni B variantı. Baxaq, zaman deməli yalnız birinə aiddir. Zaman zərfinə aid söz işlənib. Bəli, birinci cümlədə var axırda. İkinci cümlədə isə
Bu hadisədən sonra polis idarəsinə getdi, itən əşyaların siyahısını verdi. Xeyr, burada zərf yoxdur. Yəni zaman zərfi yoxdur. Ara söz işlənmişdir. Xeyr, ara söz heç bir cümlədə yoxdur. Ona görə səhvdir. Fe'li bağlama tərkibi işlənmişdir. Bəli, bu doğrudur. Birinci cümlədə soyuqdan donaraq var. İkinci cümlədə isə yoxdur. Ona görə ortaya verməyə ehtiyac yoxdur. Yəni hər ikisinə verməyə ehtiyac yoxdur. 1, 3, 4. Zərflik və xəbərdən ibarət sadə cümlədir. İndi baxaq. Nə etdi? Əli üzüldü. Nədən? İşdən. Görürsünüz, burada tamamlıq var. Hansı işdən? Bu işdən. Yəni burada tamamlıq var, təyin var, hətta axırda zərflik var. Yəni ona görə yalnız zərflik və xəbərdən ibarət sadə cümlə deyil. Ona görə 4 yanlışdır. Təsvirlənən fe'llər keçmiş zamandadır. Bəli, bu doğrudur. Hər iki cümlədə fe'llərə baxsaq, təsvirlənən fe'llər üzüldü, endi keçmiş, getdi keçmiş, verdi keçmiş. Bəli, ona görə doğrudur. 1, 3, 5. 6-ya da baxsaq, ismi birləşmə tamamlığın ifadə vasitəsidir. Xeyr, ümumiyyətlə, məsələn, ikinci cümləyə baxsaq, burada tamamlıq hansıdır? Hadisədən, nədən? Daha doğrusu, heç bu tamamlıqla deyil. Haraya getdi? Polis idarəsinə getdi. Nə vaxt? Bu hadisədən sonra. Yəni, burada heç tamamlıqla deyil o. Burada tamamlıq ikinci tərəfdə var. Əşyaların siyahısını. Tamamlığımız burada var. İsmi birləşmədir. Ancaq bu birinci cümlədə yoxdur. Axırda bu işdən əli üzüldü. Nədən əli üzüldü? İşdən. Tamamlığımız budur. Ancaq o ismi birləşmə deyil. İkinci tərəfdə də tamamlıq yoxdur. Ona görə də 6 yalnız birinə aiddir. Deməli, 37. Hansı cərgədəki hər iki sözdə eyni hərf buraxılmışdır? Burada bizim cavabımız olacaq Y variantı. Deməli, dedektiv detektiv T ilə yazılır, istirahət T ilə yazılır. Ona görə olacaq. Debutantda Ü'dür, debutant. Küzədə isə U'dur. Həşəratda Ə, fontan O. Deklamasiya deməli A, ekoloji isə O, etimologiya O, ədəbiyyat isə A. Ona görə eyni hərflər deyil bunlar. 38. Çobanın könlü olsa təkədən pendir tutar cümləsi haqqında fikirlərdən biri doğru deyil. Deməli, burada cavabımız olacaq D variantı. Çünki budaq cümlə baş cümləyə bağlayıcı sözlə yox, sadəcə olaraq şərt şəklisi ilə bağlanıb. O da görürsünüz ki, olsa, yəni burada sual əvəzliyi yoxdur. Yəni bağlayıcı söz yoxdur. Digər variantlara da baxsaq A doğrudur. Çünki sağ olanda birinci budaq olur, yəni A doğrudur. Hər iki cümlə fe'li xəbəridir. Bəli, könlü olsa və tutar. Bəli. Baş cümlə müəyyən şəxsli sadə cümlədir. Baş cümləmiz bizim təkədən pendir tutar. Bəli, tutar kim? O. Biz bərpa edirik bunu, müəyyən şəxsdir. Baş cümlənin xəbəri fe'lin gələcək zamanındadır. Bəli. Baş cümləmiz tutardı, o da gələcək zamanda qeyri-qəti. 39. Təzə açılmış çiçəkləri görəndə, yazın ilıq nəfəsini sinənə çəkəndə, adamı qəribə hisslər bürüyür cümləsində həmcins zaman zərfləri nə ilə ifadə olunub? Nə edir? Bürüyür. Nə vaxt? Təzə açılmış çiçəkləri görəndə, yazın ilıq nəfəsini sinənə çəkəndə. Görürsünüz ki, 2 dənə zaman zərfliyim var, həmcinslik yaradıb və onlar da fe'li birləşmə, yəni fe'li bağlama tərkibləri ilə ifadə olunub. 40. Deməli, burada da cavabımız olacaq D variantı. Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən. Yəni, bu şəxssiz cümlə deyil. Şəxssiz cümlə ümumiyyətlə mübtədası olmayan və bərpası da mümkünsüz olan cümlələrdir və eyni zamanda üçüncü şəxsin təki olur. Burada isə xəbərimiz bizim göstərirsən. Yəni, bu üçüncü şəxsin təki deyil, bu ikinci şəxsin təkidir. Yəni, bu ümumi şəxsli cümlədir. Ona görə cavabımız D. Digər variantlara da baxsaq, 3 cümlə üzvü işlənmişdir. Baxaq, nə edirsən göstərirsən xəbər nəyi, öz gücsüzlüyünü, tamamlıq. Necə göstərirsən, özündən gücsüzə qəzəblənməklə. Yəni, burada zərflik, tamamlıq və xəbər var. Ona görə A doğrudur. Altından xətt çəkilmiş söz tabeliyi əlaqəsinin yalnız əsas tərəfidir. Göstərirsən xəbərdir. Bəli, xəbər əgər mübtəda yoxdursa, hər zaman əsas tərəf sayılacaq. Ona görə B doğrudur. Məqsəd və intonasiyaya görə cümlənin 3 növündə işlətmək mümkündür. Bəli. Deməli, bunu həm nəqli cümlə kimi düşünmək olar, həm sual cümləsinə çevirmək olar, həm də nida cümləsinə çevirmək olar. Ona görə C doğrudur. Təsvirlənməyən fe'l tərkib əmələ gətirmişdir. Bəli, özündən gücsüzə qəzəblənməklə burada məstər tərkibimiz var bizim. Yəni, Y də yanlışdır. Bizim doğru cavabımız olacaq D variantı. Ümumi suallar rahat suallar idi. Yəni, həm birinci zona, həm ikinci zona ilə müqayisədə xeyli dərəcədə asan düşmüşdü qrammatika bu dəfə. Bu videoluq bu qədər. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyəndinizsə, dostlarınızla paylaşmağı, rəy yazmağı unutmayın. Sağ olun.